Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Naxçıvan şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nümayiş etdirilən sərgi satışla tanışlıq olub. Burada istedadlı qadınların, məhdud fiziki imkanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının rəsm və əl işləri, ailə təsərrüfatı məhsulları, eləcə də qadın müəlliflər tərəfindən nəşr etdirilən kitablar təqdim olunub. Naxçıvan qadınları ölkə prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin sosial-iqtisadi inkişafına öz layiqli töhfələrini verəcəklər. Mən fürsətdən istifadə edərək 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə başda şəhid analarımız olmaqla bütün qadınlarımızı ürəkdən təbrik edirəm. Hər birinə sağlam həyat, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayıram. Dayanıqlı inkişafda qadınların rolu mövzusunda keçirilən tədbirdə Ümumilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qadınların cəmiyyətin inkişafında, ailə dəyərlərinin qorunmasında və sosial həyatın müxtəlif sahələrində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, Muxtar Respublikada qadınların ictimai-siyasi həyatda fəallığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli Muxtar Respublikada qadınların əmək fəaliyyətində qazandıqları uğurlardan danışıb. Naxçıvan Dövlət Universitetinin tələbəsi, prezident təqaüdçüsü Cəmilə Babayeva da çıxış edərək qadınları bayram münasibəti ilə təbrik edib. Tədbirin davamında Muxtar Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar müxtəlif nominasiyalar üzrə təltif olunublar. Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə yaradıcı kollektivlərin çıxışları ilə yanaşı şəhid övladlarının və məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının iştirakı xüsusi diqqət çəkib. Onların ifasında səslənən musiqi nömrələri və rəqs kompozisiyaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Proqram çərçivəsində tanınmış bəstəkarların əsərləri təqdim olunub, musiqi nömrələrini Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri müşayiət edib. Tədbirin sonunda şəhid övladlarına və məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin tədbirdə iştirak edən benefisiarlarına hədiyyələr təqdim olunub. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanımları təbrik edirəm. Onlara uzun ömür, can sağlığı, ailə xoşbəxtçiliyi arzu edirəm. Bugün təltif olunanlardan biri də mənəm. Buna görə də tədbirin təşkilatçılarına çox təşəkkürümü bildirirəm. Azərbaycan qadını nələrə qadir deyil ki, o sehirbazdır. Sehirli ilmələr var toxuduğu xalçalarda, toxuduğu naxışlarda, sehirli nəfəs var oxuduğu laylalarda, qoşduğu nəğmələrdə. Bəlağətli səsində, zümzüməsində, zərafəti, lətafəti, dəyanəti, qeyrəti bir başqadır Azərbaycan qadınının. Sədaqət qoxur bizim qadınlar. Qadın olmaq xoşbəxtlikdir, ana olmaqdır. Allahın əmanətini qoruyub qollamaqdır, qolbudaq olmaqdır. Qadın nə qədər güclü görünsə də, qadın nə qədər mətin dayansa da, onun sevgiyə, qayğıya, diqqətə ehtiyacı vardır. Ona görə də mən bugün bütün qadınları təbrik edirəm. Özüm də mədəniyyət sahəsində təltif olunmuşam, çox sevincliyəm və hər kəsə öz minnətdarlığımı bildirirəm. Bütün analarımızı, başda şəhid analarını, qazi analarını, xanımlarımızı bu gözəl gün münasibəti ilə təbrik edirəm. Hər bir xanıma xoşbəxtlik, gözəllik, saadət arzulayıram. Və mən də bugün təltiflər sırasında diplom aldım. Bugünkü tədbirdə təltif olunanlar sırasında olmaqdan olduqca şadam.
8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə başda şəhid anaları olmaqla bütün xanımlarımızı səmimi qəlbdən təbrik edirəm. Azərbaycan qadını dünya tarixində misli görünməmiş zəfərə imza atan şəhidlərimizin, torpaqlarımızın müdafiəsi uğrunda, ərazi bütövlüyümüzün bərpası uğrunda öz canından, qanından keçmiş şəhidlərimizi böyüdən, boya başa çatdıran analardır. Şəhidlərimizin həyat yoldaşlarıdır. Mən məhz şəhid anaları, şəhid həyat yoldaşları başda olmaqla bütün qadınlarımızı qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Sahil Əliyev, Məryəm Bababəyli, Rəşad Hüseynov, NTV Xəbər.